Əziz müəllimlər, əziz şagirdlər, xoş gördük hər birinizi. Bugün istəyirəm sizinlə bir neçə xəritə sualları ilə tanış olaq. Hansı ki, bu xəritə sualları 19-cu əsr Azərbaycan tarixini əhatə edir. Düzdür, burada quberniyalar, qəzalar yoxdur. Onları bir ayrıca paylaşım olaraq izahını verəcəm. Başlayaq birinci sualımızdan. 19-cu əsrin 70-ci illəri dağınıq tətillərin baş verdiyi ərazilər. Bunları mütləq bilməliyik ki, dağınıq tətillər harda olmuşdu? Bakıda olub, Şəkidə olub və Gədəbəyin ərazisində olub. Dağınıq tətillər daha çox müasir xəritədə verildiyinə görə mən də müasir xəritəni burada qeyd etmişəm. 2. 1849-cu ildə müsəlman məktəblərinin açıldığı ərazilər. Müsəlman məktəbləri də açılmışdı Bakıda, Şamaxıda, Gəncədə və Şuşanın ərazisində. Aşağıdakılar xəritədə ulduzla verilən əraziyə aiddir. Ulduzla verilən əraziyə baxırıq. Bakıdır. Bakı verilib bizə və 31 məlumatın hər biri Bakıya aid olacaq. 1916-cı ildə müəllimlər seminariyası fəaliyyətə başlamışdı. Bəli, 1916-cı ildə Bakıda, 14-cü ildə Gəncədə. 1901-ci ildə ilk rus müsəlman qız məktəbi açılıb. 1848-ci ildə dünyada ilk dəfə buruq üsulu ilə neft quyusu qazılıb. 1887-ci ildə ilk dəfə yarmarka təşkil olunub. 1886-cı ildə ilk dəfə birja fəaliyyətə başlamışdı. 1865-ci ildə rus dilli ilk orta məktəbin əsası qoyulub. 1874-cü ildə ilk qadın gimnaziyası açılmışdı. Azərbaycan tarixində 1895-ci ildə ilk mütəşəkkil tətil keçirilib. 1886-cı ildə ilk mərkəzləşdirilmiş telefon stansiyası istifadəyə verilib. İlk dəfə məhdud formada 1878-ci ildə şəhər islahatı keçirilib. 1902-ci ildə ilk açıq siyasi nümayiş olub. 1905-ci ilin fevralında milli qırğın siyasəti həyata keçirilib. 1904-cü ildə dekabr tətili baş verib. 1903-cü ildə ilk böyük ümumi tətil keçirilmişdi. 19-cu əsrin sonlarında Çəmbərəkən, Dağlı məhəlləsi, Quba meydanı adlanan yeni məhəllələr yaranmışdı. 1894-cü ildə ilk Azərbaycan qiraətxanası yaranmışdı. 1900-cü ildə toxuculuq fabriki açıldığı ərazidir. 1864-cü ildə kəndlərin icbari məcburi əməyi ləğv olub. 1887-ci ildə Rus-Azərbaycan məktəbi açılıb. 1905-ci ildə Həyat qəzeti nəşr olunub. 1916-cı ildə qadınların qiyamı baş verib. 1911-ci ildə Müsavat partiyası yaranıb. 1904-cü ildə Ümmət təşkilatı yaranmışdı. 1906-cı ildə Rusiya müsəlmanlarının 3-cü qurultayında Rusiya Müsəlman İttifaqının Mərkəzi Komitəsinin bu şəhərdə daimi fəaliyyət göstərməsi haqqında qərar var. 19-cu əsrin sonu ABŞ-ni ötüb keçərək dünyada neftinə görə birinci yerə çıxır. 1908-ci ildə Üzeyir Hacıbəylinin Leyli və Məcnun operası tamaşaya qoyulmuşdu Bakıda. 1916-cı ildə Müslüm Maqamayevin Şah İsmail operası tamaşaya qoyulur. 1906-cı ildə müəllimlərin birinci qurultayı keçirilir. 1883-cü ildə teatr binası açılır. Çarizmin milli qırğın siyasət ərəfəsində hərbi vəziyyət elan olunur. Molla Nəsrəddin jurnalının nəşr olunduğu ərazilərdən biridir. Digər ərazilərimiz Tiflisdir və Təbrizdir. Tiflis, Təbriz şəhərlərində və Bakıda Molla Nəsrəddin jurnalı nəşr olunub. 4-cü sual aşağıdakılar xəritədə ulduzla verilən əraziyə aiddir. Baxırıq ərazimizə. Bu ərazi Şəkidir. Şəkiyə aid olacaq verilənlər. Yerli xammala əsaslanan ilk tütün fabriki açılmışdı Şəkidə. Bəli, 1861-ci ildə Avropada ən böyük müəssisə sayılan ipək fabriki açılmışdı. 19-cu əsrin ikinci yarısında Cənubi Qafqazda ipək emalı sənayesinin başlıca mərkəzidir. Qafqaz Lionu adlanır. Bu da Şəkidir. Aşağıda ulduzla verilən əraziyə aiddir. Ulduzla verilən ərazimiz İrəvanın ərazisidir. 19-cu əsrin sonlarında Cənubi Qafqazda əsas pambıqçılıq bölgəsi sayılır. 1881-ci ildə müəllimlər seminariyası açılır İrəvanda. 1832-ci ildə qəza məktəbi açılır. 1879-cu ildə Bakıdan sonra məhdud şəkildə şəhər islahatı keçirilir daha doğrusu. Bu da İrəvandadır. 6. 19-cu əsrin ikinci yarısında Rus hərbi mühəndisləri tərəfindən bu şəhərlərin planları tərtib olunub. Bu şəhərlərdə hansılardır? Şamaxıdır, Bakıdır, Gəncədir, Naxçıvandır. Bakı, Şamaxı, Gəncə, Naxçıvanın planları tərtib olunmuşdu Rus mühəndisləri tərəfindən, amma daha erkən şəhər salma tədbirləri Şamaxı şəhəri ilə bağlıdır. Şamaxı şəhəri ilə bağlıdır. Bunu da yadda saxlayın. Hər detala toxunmuşam, hər detala. Yəni, mümkün deyil ki, bu xəritədən kənara çıxılsın. 19-cu əsrin ikinci yarısında dəmir yollarından kənarda qalan şəhərlər, dəmir yollarından kənarda qalan şəhərlər də 3 şey ilə başlayanlardır. Baş hərfi eyni olacaq. Şəki, Şuşa
və Şamaxıdır ki, bu ərazilərimiz bizim dəmir yollarından kənarda qalan şəhərlərdir 19-cu əsrin ikinci yarısında. 19-cu əsrin sonlarında yerli sahibkarlara məxsus yerli ipək emalı müəssisələri yaradılan qəzalar, bu qəzalarda Şuşa qəzası 3-də verilib, 1-də Cəbrayıl qəzasının ərazisi göstərilib, 2-də isə Naxçıvanın ərazisi. 1890-cı illərdə məhdud hüquqlu şəhər özünün idarəsinin tətbiq olunduğu şəhərlər var. Bu şəhərlər Qubadır, Şəkidir, Şamaxıdır və Lənkərandır ki, mütləq bilməlisiniz. Bir də var tam hüquqlu şəhər özünün idarəsinin tətbiq olunduğu şəhərlər. Bu şəhərlər də Gəncə şəhəridir və Şuşadır. Gəncə və Şuşadır tam hüquqlu özünün idarənin tətbiq olunduğu ərazilər. 11. Aşağıdakılar xəritədə ulduzla verilən əraziyə aiddir. Bu ərazimiz də Yezavetpol Gəncənin ərazisidir. 1914-cü ildə müəllimlər seminariyası fəaliyyətə başlamışdı. Bəli, 14-də Gəncədə, 16-da Bakıda. Tatar süvari layının təşkilində önəmli rolu var Gəncənin. 1917-ci ildə Türk Ədəmi Mərkəziyyət Partiyası yaranmışdı. Doğrudur. 19-cu əsrin ikinci yarısı Azərbaycanın əsas taxılçılıq mərkəzidir. 19-cu əsrin ikinci yarısında iri şərab istehsalı müəssisələri meydana gəlmişdi. 1905-ci ildə Qeyrət Partiyası yaranıb, 1907-də Müdafiə Partiyası yaranıb, 20-ci əsrin əvvəllərində kəndi hərəkatı, yəni qaçaq hərəkatı daha geniş bu ərazidə yayılmışdı, geniş miqyas almışdı Gəncədə, doğrudur. 19-cu əsrin ikinci yarısında Bakıdan sonra ikinci böyük şəhərdir, elə indi də elədir. 12. 1906-cı ildə Bakıda yaranmış Difai Partiyasının şöbələri açılmışdı. Difai Partiyasının şöbələri Azərbaycanda Gəncədə, çox üzr istəyirəm, Ağdamın yer burada səhv düşüb, Ağdam burada yerləşir. Ağdamda və Şuşada. Bu üç ərazidə deməli Difainin şöbələri fəaliyyət göstərir. Bir də Qarsda, Vladikavkazda da şöbələr açılmışdı. Amma bizdən ən böyük şöbəni də soruşa bilər. Ən böyük şöbə Şuşa şöbəsidir və eyni zamanda Şuşa şöbəsi Səttarxana silahlı yardım göndərmişdi. Bunu da yadda saxlayın. 13. 1915-ci ildə Aslan Xoyskinin Osmanlı qərargahına gedərkən yaratmaq arzusunda olduğu müstəqil respublikanın ərazisini əhatə edəcəkdi. Hansı ərazilər? Bu da olacaqdı Yezavetpol, İrəvan və Bakı ərazisi. Bir də bu əraziyə Dağıstan da Terek də daxil idi. İrəvan, Yezavetpol, Bakı, Terek, Dağıstan yaranacaq olan müstəqil respublikanın tərkibinə daxil edilməli idi. 14. Aşağıdakılar xəritədə ulduzla verilən əraziyə aiddir. Bu ərazimiz də Tiflisin ərazisidir, gördüyümüz kimi. Və verilib nələr? 1828-ci ildə Əmanətlər məktəbi açılmışdı Tiflisdə. 1879-cu ildə Ziya qəzeti nəşr olunmuşdu. 1883-cü ildə Kəşkül qəzeti nəşr olunub. 1906-cı ildə, çox önəmlidir, 1906-nın fevralında Qafqaz Canişinin təşəbbüsü ilə erməni-müsəlman qırğınına son qoymaq məqsədi ilə sülh konfransı keçirilib Tiflisdə. 1905-ci ildə Şərqi Rus qəzeti nəşr olunub. Tatar süvari alayının yaranmasında Tiflisin də böyük rolu var, Tiflis quberniyasının. 1842-ci ildə bəy və ağaların şəxsi hüquqları, onların həyata keçirilməsi yollarının işlənib hazırlanması üçün komitə yaranıb. 1906-cı ildə Molla Nəsrəddin jurnalı ilk dəfə bu şəhərdə nəşr olunmuşdu. 15. 19-cu əsrin sonu qaçaq hərəkatında fərqlənən qəzalar. Biz 20-ci əsrin əvvəlləri qaçaq hərəkatında fərqlənən qəzanı bildik. Bu Yezavetpol qəzası idi, amma 20-ci əsrin əvvəlləri idi, orada geniş miqyas almışdı. 19-un sonunda isə Zəngəzurda, Qazaxda, Yezavetpolda qaçaq hərəkatı olacaq. Deməli, Qazax qəzasında, Yezavetpolda, bir də Zəngəzurun ərazisini yadda saxlayın. Zəngəzur, Yezavetpol və Qazax. Qeyrət Partiyası fəaliyyət göstərirdi. Qeyrət Partiyasının fəaliyyət göstərdiyi şöbələr olacaq Gəncə, Şuşa və Bakı. Bu ərazilər Qeyrət Partiyasının şöbələridir, fəaliyyət göstərib. Aşağıdakılar xəritədə ulduzla verilən əraziyə aiddir. Ulduzla verilən ərazi Zaqatalanın ərazisidir. Bir də baxın belə böyük fonda. 1913-cü ildə sahibkar kəndləri feodal asılılığından azad olub. 1860-cı ildə dairə olaraq yaranmışdı Zaqatala dairəsi. 1863-cü ildə müstəmləkə əleyhinə üsyan baş vermişdi. Şərqşünas alimlərimiz Əhməd bəy Ağayev və Məhəmməd ağa Şahtaxtinskinin təhsil aldığı Avropa ölkəsi. Bu Avropa ölkəsi də Fransadır. Fransanın ərazisini görürük və Fransanın Sorbonne Universitetində hər iki ziyalımız təhsil
alıb. 19 Milli qırğın siyasəti zamanı kütləvi qırğına ən çox məruz qalan ərazilər. Bu ərazilərdə bilirsiniz ki, Bakıdır, Cəbrayıldır, Şuşanın ərazisidir, Zəngəzurdur, Naxçıvandır, İrəvandır və bu dörddür. Daha sonra Qazaxın ərazisidir, yəni Gəncədir, Qazaxın ərazisidir, Gədəbəyin ərazisidir, bir də Ağdamın ərazisidir. Bu ərazilər dərslikdə mövzu ilə bağlı xəritə üzərində verilib. Bax, əlavə olaraq bir informasiya verirəm sizə. Birdən xəritədə Yelizavetpolun, Qazaxın, Gədəbəyin, bir də Ağdamın yerini görərsiniz. Deyirsiniz, buralarda milli qırğınlar axı yox idi, kitabda verilməmişdi. Kitabda xəritə üzərində verilmişdi bu ərazilər. Ona görə mən burada sizə bir qeyd etdim. 20. 20-ci əsrin əvvəllərində çəltikçilik üzrə ixtisaslaşan qəzalar. Çəltik üzrə ixtisaslaşan qəzalarımız biri Şəkidir, digəri isə Lənkəran qəzasıdır. 20-ci əsrin əvvəlində bağçılıq üzrə ixtisaslaşan ərazilər. Bağçılıq üzrə Zaqataladır, Qubadır, Göyçaydır, Göyçayın yerini yadda saxlayın, bir də Naxçıvandır. 19-cu əsrin 30-cu illərində baş verən üsyanları xəritədə göstərin. Bu üsyanlar da olub Carbalakkəndə, Qubada, Şəkidə və Lənkəranda. Müsəlman əyalətləri rəisliyinin daxil olan ərazilər. Bu ərazilərimizdə müsəlman əyalətləri rəisliyinin daxil olanlar Şəkinin ərazisidir, Şamaxının ərazisi, Qarabağın, bir də Lənkəranın. 24. Hərbi dairə rəisliyinin daxilidir. Bu da Bakıdır, Qubadır, mərkəzi də Dərbənd şəhəridir. Çox önəmli bir digər suallardan biri də budur. 1978-ci ildə ermənilərin İrandan Qarabağa köçürülməsinin 150 illiyinə aid Marağa Güzəlli abidəsinin salındığı ərazi, Marağa Güzəlli abidəsi indiki Ağdərə rayonunda salınmışdı. Bunu da belə bilək. Qaryagin qəzasına daxildir. Qaryagin qəzasına daxil olan ərazilər də Qaryagin bilirsiniz ki, Cəbrayıl qəzasıdır. İndiki Cəbrayılla Füzuli Qaryagin qəzasına daxil idi. Bu qədər diqqətli olun, diqqətlə baxın, dönə-dönə təkrar edin. Çünki hər detala, hər xırdalığa toxunmuşam. Bu xəritədən kənara çıxılması, yenə də qeyd edirəm, mümkün deyil.